Nizami rayonu Bəkir Çobanzadə küçəsində gecə saat 2 radələrində avtonəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində toqquşan avtomobillər yaxınlıqdakı qaz borusu və elektrik dirəyinə çırpılıb. Nəticədə qaz borusunda partlayış baş verib. Qazın verilişi dayandırıldıqdan sonra yanğın söndürülüb və hazırda müvafiq orqanların əməkdaşları dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər aparırlar. Yaxınlıqdakı binalarda yaşayan sakinlərin sözlərinə görə hələ də evlərdə qaz və elektrik yoxdur.